gelirik şəhərə. Qəşəng hava var, çıxaq. Qəşəng hava var, çıxaq şəhərə. Gedim və bu gözəl havanın dadını çıxardım. Biz var kızlar düşeceğim ona. Ancaq uç tərəfə qoymaq üçün. Belə kipoyu aldım. Dodaq boyası aldım. Krabik aldım. Bir dənə də ayaqqabımız aldım. Daha sonra. Bu dərmanlı. Bu salfetkalardır. İçində neçə dənə 2, 4, 6, 8, 12 dənə. 12 dənə salfetka var. Bu salfetkadır. Üstündə uşaqların sevimli personajı olan. Uşaqların məktəbindən hər gün salfetka qoymaq lazımdır deyə salfetka aldım. Hər ay demək olar almış. Sonra belə özüm üçün sırqalar aldım. Qəşəngdir. Bəyəndim. Ondan sonra belə plastilinlər aldım. Bunu uşaqlar üçün almışam. Yəni kursdakı uşaqlar üçün, hazırladım uşaqlar üçün. Yanıma gələn rəqib üçün gələn uşaqlar üçün, məktəbə qədər uşaqlar üçün almışam ki, onlarla hərf öyrəndikcə həmin hərfləri plastindən düzəltməyə və yaxud da söz yaza bilərik. Yavaş-yavaş o plastindən söz yaza bilərik. Və yaxud məsələn, o figurlardan çox şeydən olur, yəni qəşəngdir. Sonra belə bir uyku bandı deyirlər, ondan aldım. Bu harada nasıl bilmirəm. Baxdım. Bunu Sabrina üçün aldım, amma bu rezinkası çox böyükdür. İndi baxdım. Ev yoxdur, bu rezinkası mən tikə bilərəm. Sabrina belə pişikli aldım. Sabrina çox gec yuxuya gedir. Fikirləşdim ona yuxu bandı almalıyam ki, bəlkə də gözü yumurlar belə tez yatar. Həddən artıq gec yatır, yəni yuxuya gec gedir. Sabrina'ya da aldığıma görə də Murada da almalı oldum. Fikirləşdim Murad da deyəcək, mən də istəyirəm. Ona görə oğlum üçün də bir dənə Ronaldo aldım. Oğlumun Ronaldo üçün ürəyə gedir. Ronaldo fanatıdır. Sonra belə bir stiker aldım. Bu da uşaqlar üçündür. Hazırda gələn uşaqlar üçün almışam bunu. Oğlanlar stiker çox istəmirlər, stiker həvəskarı olmurlar. Yəni həvəsləndirmək üçün uşaqlara stiker verirəm. Ay, afərin, sən düzgə cavab verdin, həvəsləndirmək üçün də. Amma oğlanlar çox da elə bir sevmirlər stiker, necə deyim. Onlar üçün belə də belə önəmli deyil. Amma qızlar xoşlayırlar. Qızlar hər dəfə başqa personajı xoşlayırlar. Labubu, Kromi, nə bilim, hər dəfə başqa personajını adı çəkirlər. Bu deməli şeydir. Geyimləri var, nə bilim, aksesuarları var içində. Sonra bir dənə də altında var. Bu hamısı bir yerdə 1 manat 50 qəpiyə idi. Bunu da 1 manat aldım. Bunların indi aldıqları göstərdiklərim çoxsu şeydir. Məsəl üçün bu Qutumutudan almışam, Qutumutu mağazasından. Kipirləri falan yox, amma salfetka. Deməli belə bir orxideyam var. Burası solub. Yəni bu belə gül idi. Gülü sola gəldi. Mən bunu kəsdim. İndi buraları solub, burasını da kəsməliyəm ki, daha da sola getməsin. Amma bilmirəm, mən bu gülə baxa biləcəm ya yox. Mən istəyirəm bunu dipçəyə köçürdüm. Belə bir qabın içində idi. Belə. İndi istəyirəm onu dipçəyə köçürdüm. Sadəcə baxıram, bu elə bir çürüyür də. Bəzi yerləri çürümə prosesi gedir sanki. Baxın, buraları da məsələ belə korичневый rəngi olub, buraları da. Bu yəqin ki çürüyəcək. Bilmirəm, bu orxideya çox belə kaprizli güldür. Mən bilmirəm, bu gülə baxa biləcəm ya yox. 1-2 ay durdu. Fikirləşdim normal olacaq, amma ki sanki mən buna baxa bilməyəcəm. Çünki çox çətin güldür bu. Mənim də yəni o qədər vaxtım. Əslində buna çox yəni lazım deyil su vermək falan. Yəni o qədər də çox su verməmişəm. Çox az su vermişəm, amma yenə də nəsə narazıdır bu gül. Nədən narazısan ay gül? Ay orxideya, nədən narazısan? İndi belə fikirləşirəm bunun üçün şey alaram, yoxsa yenə də sola gedəcək. Neyim bilmirəm bu gündən. Çok təkək görək. Nəsə bu reseptdən gözüm su içmir. Niyə bilmirəm, tam belə məni əmin eləmir şey. Ki gözəl olacaq. Biraz da bəlkə, əslində su çox olmalıdır. Bu
Bilmirəm. O alınmayacağını düşünürəm. Belə dökək. Qatı olmalıdır ama çox şeydir. Qatı olmalıdır. Mesela inanmam yoxdur ki, qatlaşır. Biraz bu reseptdən gözüm sökmür. Üstünə də vanil tökürəm. Pesok tökdüm biraz. İndi vanil tökürəm. Tam reseptlə getmirəm. Orada biraz çox yazılmışdı. O qədər çox eləmək istəmirəm. Ona görə biraz azaltdım. Hələ ki qatılaşmayayım. Məncə bu pudingdən dadına biraz baxdım. Çox qəşəng dadır. Sonra bunu yenə yeyəcəm. Yəni mən bu tarifi sevdim. Biraz bundan töküyorum. Az elədim ki, birdən yaxşı alınmaz. Amma xoşuma gəldi. Bu resepti saxlayacağım. Yəni ki, nə lazımdır? Yağdır, undur, pesokdur, vanildir. Desəm. Sonra bir şey tökürsünüz istəyiniz cür qabağa. Sonra daha şimdi səpəcək qəşəng. Ağzına kimi doldurdum yəni. Tamam. Məncə qonaqlar evə gəldi, evə qonaq gəldi də. Qonaq üçün evə qonaq falan gəldi, eləmək olar bunu. Yeməkdən sonra bir şey sıraya qoyursan, söhbət elə yeyirsiniz. Süper. Çox elədim. Darçın sevmişsinizsə, başqa şey də əlavə edə bilərsiniz bəzək üçün. Şokolad qırıntılar falan da eləmək olar. Ay, çox qəşəng oldu. Çox qəşəng. Wow. Əsl belə qonaq süfrəsi falan, evə kimsə gəldi, padu qazı falan eləmədik də əladır. Yenidən çəkirəm üstün üçün. Gözəl bir qabın içinə qoydum onu. Gör nə gözəl görsənir. Belə təriflənir. Allah, qaşıq yeməlik. Stolun üstə qoymalıq. Qeybət elə yeməlik bir şey.